Salam şagirdlər, hər vaxtınız xeyir. Bu videoda müstəvi fiqurlar bölməsindən baxırıq. Başlayaq birinci sualdan. Deyir bucaqlardan iti bucaq olanı göstərin. İlk öncə iti bucağın dərəcə ölçüsü 90 dərəcədən kiçik olur. İti bucaq kiçikdir 90 dərəcədən. Daha sonra kör bucaq var. Kör bucağın dərəcə ölçüsü 90 dərəcədən böyükdür. 180 dərəcədən isə kiçikdir. Burada da 180 yazılır. Yəni 90 ilə 180 arasındadır. Və düz bucaq 90 dərəcəyə bərabərdir. Düz bucağın dərəcə ölçüsü 90 dərəcədir. Sonra açıq bucaq var. Açıq bucaq. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcəyə bərabərdir. Hələ ki bu qədərini bilsək bəsdir. İndi bizdən iti olanları soruşur. İti olanda olur A variantı 53 dərəcə ilə 78 dərəcə. Birincidə. Sonra ikinci suala baxaq. ABC düz bucağının daxilində BD şüası elə çəkilmişdir ki, bir dənə düz bucaq çəkirəm ABC. A, B, C. BD şüası. Buradan bir BD şüası çəkirəm. Hər zaman yadınızda saxlayın ki, baxın ABC'de ortada duran B hərfidir. Deməli bu təpə bucağıymış. B təpədə durur. Aynen C isə kənarda duran tərəflərdir. İndi BD şüası elə çəkilmişdir ki, ABD bucağı ABD. Yəni buradakı bucaq ABC'nin, ümumi ABC'nin 18'də 5 hissəsini təşkil edir. ABC 90 dərəcəyə bərabərdir. Deyir 90 dərəcənin 18'də 5 hissəsini təşkil edir. 90'ı bölürük 18'ə vururuq 5'ə. Alınır 25 dərəcə. Deməli bizə dediyi ABD bucağı 25 dərəcəyə bərabərdir. Bura 25. Bizdən DBC bucağını soruşur. Yəni buradakı ümumi 90'dır. 25'i buradadırsa bura 65 dərəcə qalır ki, cəmi 90 dərəcə etsin. DBC bucağı 65 dərəcə B variantı. Daha sonra 3'e baxaq. Perimetri 48 cm, eni 8 cm olan düz bucaqlının sahəsini tapın. Bir düz bucaqlı çəkirəm. Eni deyir 8'dir. Uzunluğunu bilmirəm. X yazıram. Perimetrdə nə deməkdir? Bütün tərəflərinin cəmidir. Perimetr bərabərdir. 2 dənə X'in cəmi 2X üstə gəlir. 8 ilə 8 16. Bərabərdir 48'ə. Buradan tənliyi həll eləyək. 2x bərabərdir 48 çıxılsın 16. 2x eləyir 32. X da buradan alınır 32 bölünsün 2 16. Deməli düz bucaqlının enini də tapdım, uzunluğunu tapdım 16. Məndən sahəsini soruşur. Düz bucağın sahəsi bərabərdir. Eni vurulsun, uzunluğu 8 vurulsun 16. S bərabərdir 86 və 8 48 128. Cavab D variantı. Dördüncü suala bax. Eni 46 cm, uzunluğu isə bundan 1 desimetr böyük. Birinci vahidlərə fikir verin. Biri santimetrləndir, biri desimetrləndir. Deyir 48 santimetrlə 1 desimetr böyük. Toplamalıyam. Desimetri çevirək santimetrə. 1 desimetr 10 santimetr deməkdir. Burada 46 idi, 4 yazmışam. İndi 46 santimetr üzərinə gəlsin 10 santimetr. Yəni 56 santimetr. Yenə düz bucaqlı çəkirəm. Bu dəfə eni 46'dır. Uzunluğu da bundan 1 desimetr, yəni 10 santimetr böyük, 56 santimetrdir. Perimetrini soruşur. Perimetr bərabərdir bütün tərəflərinin cəmi. Hərəsindən 2'dən olduğu üçün 2 vurulsun. 2 tərəfinin cəmi yaza bilərəm. Bu deyir 2 vurulsun. Mötərizənin 3 eləyir 102. 102'ni də 2'yə vuranda 204. C variantı. Perimetri 40 cm olan kvadratın sahəsini tapın. Bir kvadrat çəkim. Kvadratın bütün tərəfləri bərabərdir. Yəni bütün tərəfləri A-dırmı? Perimetrdə onda 4 dənə A-nın cəmi
4 aya bərabər olar. İndi deyir perimetr bərabərdir 40-a. Yəni 4 dənə A-mız 40-dırsa, A neçə eləyər? 40 bölünsün 4. Onda A alınır ki, A bərabərdir 10-a. İndi tərəflərini tapdım 10'dur. Məndən sahəsini soruşur. Kvadratın sahəsi bərabərdir 2 tərəfinin hasilinə 10 vurulsun 10. Və yaxud da bir tərəfinin kvadratı kimi götürə bilərəm. Onun kvadratı 100. D variantı. Sahəsi 81 desimetr kvadrat olan kvadratın perimetrini tapın. Yenə eyni sual, təkrar sual. Bu dəfə tərəfləri eynidir hamısı. Sahəsi dediyim bir tərəfinin kvadratı kimi yaza bilər və yaxud da A vuraq A, o da A kvadrat deməkdir. Sahəsini bizə verib 81 desimetr kvadratı. Onsuz da variantlarda da desimetrlə də ehtiyac yoxdur ona görə. 81. İndi nəyin kvadratı 81 eləyir? A bərabərdir 9'un kvadratı əlbəttə ki 81 eləyir. Kvadratın perimetrini soruşur. Tərəflərini tapdım. 9'u gətirib yerinə yazıram. 9, 9, 9, 9. Perimetri bərabərdir. Bütün tərəflərinin cəmi. 4 vuraq 9 yazsam. 36. Baxaq 7-ci suala bizdən EB-S bucağını soruşur. ABC düz xətt, yəni açıq bucaqdır. Burada 90 dərəcə deməkdir. DB-S bucağı 90 dərəcə. Bizdən ümumi EB-S bucağını soruşur. Yəni 90 üstə gəlinsin 40 dərəcə. Bu da alınır 130 dərəcə. 8-ci suala baxaq. 2 tərəfi 6 və 8 olan üçbucağın perimetrinin ən böyük tam qiymətini tapın. Bu üçbucaq bərabərsizliyinə aiddir. Bunu gələcəkdə keçəcək. İndi sual verilib, neyə yazaq? Bir üçbucaqdır. 2 tərəfi verilib. Perimetr üçün mən 3-cü tərəfi də tapmalıyam. 3-cü tərəfi tapmaq üçün x yazıram. Üçbucaq bərabərsizliyi nədir? Qayda belədir ki, üçbucağın bilinməyən bu tərəfi digər 2 tərəfinin cəmindən kiçikdir, fərqindən isə böyükdür. İndi 8-dən 6 çıxanda 2 eləyir. 2 kiçikdir x-dan, kiçikdir cəmi eləyir 14-dən. İndi məndən deyir kvadratın üçbucağın 9'a baxdım bir dəqiqə. 2 tərəfi 6 və 8 olan üçbucağın perimetrinin ən böyük tam qiyməti. Perimetrin ən böyük olması üçün tərəf də ən böyük olmalıdır. İndi burada x ən böyük hansı qiyməti alır? 13 alar. X bərabər də 13. Tərəfləri yazım. 6 üstə gələk 8 üstə gələk 13. Bu deyir 19, 27. 9'a baxaq. Kvadratın sahəsi tərəfləri 8 və 18 olan düzbucaqlının sahəsinə bərabərdir. Deməli belə bir düzbucaqlı var. Bunun eni 8'dir, uzunluğu 18'dir. Bir dənə də kvadratdır. Deyir həmin kvadratın sahəsi də bu düzbucaqlının sahəsi də eynidir. İkisini də S-lə işarə edeyim. Düzbucaqlının sahəsi 8 vuraq 18 olur. Eni vuraq uzunluğu. Bu da eləyir 80, 64, 144. Kvadratın sahəsi də yenə tərəflərinin hasilidir. 2 tərəfinin hasili. O da A kvadrat eləyir. Sahələr eynidir. A kvadratı 144-dürsə nəyin kvadratı 144 eləyir? Tərəf 12'ymiş. Tərəfə gətirib 12 yazıram. Bizdən kvadratın perimetrini soruşur. Perimetr bərabərdir 4 dənə tərəfinin cəmi. Yəni 12 ilə 4 dəfə toplamaq 12 ilə 4'ə vurmaq deməkdir. O da eləyir 48. 10-cu suala baxaq. Uyğunluqdur. Deyir A bərabərdir 37 dərəcə. 37 dərəcə 90'dan kiçikdir. Deməli onda bu iti bucaqdır. Uyğun gəldi E variantı. İti bucaqdır, sonda bu nə çor bucaqdır, nə də ki düz bucaqdır. O da uyğun gəlir D variantına. Daha sonra alfa bərabərdir 90 dərəcə. Dedik 90 dərəcə tam düz bucaqdır. A variantı. Düz bucaqsa bu deməli nə çordur, nə də itidir. Və B variantı uyğun gəlir. Sonra 167 dərəcə 90'dan böyükdür, 180'dən kiçikdir. Bu da olur çor bucaq C variantı. Keçək B variantına. Yenə deyir ki, bucaqlardan kör olanları göstərin. Birinci sualda. İndi 90'dan böyük 180'dən kiçik olanları seçirik.
Cavab elə A variantı olur. İkinci suala baxaq. MNK açıq bucağının daxilində NO şüası elə çəkilmişdir ki, bir açıq bucaq çəkək. Yine baş tərəflərinə M-lə K-nı yazıram. Ortada duranı buraya yazıram. Daxilindən NO şüası çəkirəm. Bir dənə NO şüası. Elə çəkilmişdir ki, KNO bucağı, yəni bura MNK bucağının 15'te 8 hissəsini təşkil edir. MNK bucağı burada açıq bucaqdır. Yəni 180 dərəcədir. Deyir ki, 180 dərəcənin 15'te 8 hissəsini təşkil edir. Yəni 180'i vururam 15'te 8'e. 180 ilə 15 ixtisar edir. Yəni 15'e gedir. 180 üçün 15, 12 dəfədir. 12'ni də 8'e vuranda 96. Deməli bu bucaq 96 dərəcədir. Bizdən haranı soruşur? MON bucağını, yerdə qalanı. Ümumi 180'dir. 96'sı buradadır. 180'dən 96'nı çıxıram. Burada qalır 84 dərəcə. Sonra sahəsi 117 kvadrat santimetr, eni 9 santimetr olan düz bucaqlının perimetri. Düz bucaqlı çəkirik. Eninə 9 yazıram. Uzunluğunu bilmirik x-də. Sahəsi eni vuraq uzunluğudur. 9 vurulsun x. Onu da mənə verib 117. Buradan x-i tapırıq. 117 bölünsün 9. O da bərabərdir 13. Bizdən düz bucaqlının perimetrini soruşur. Üçüncü suala baxırıq da. Aha, perimetr bərabər 2 vurulsun 2 tərəfinin cəmi. Bu deyir 2 vurulsun 22, 44. 4'e baxaq. Uzunluğu 59 cm, eni isə bundan 4 desimetr kiçik. Deməli 59 cm-dən çıxacam 4 desimetr. Bunu yazım saxlayım hələ qıraqda. Bizdən düz bucaqlı istəyir, yenə bir düz bucaqlı çəkək. Bunun uzunluğu 59 cm-dir. Eni isə 4 desimetr santimetrə çevirməliyəm yenə. Bu deyil 40 cm. Çıxanda 19 cm. Eni də 19 cm-miş. Perimetrini soruşursa perimetr bərabər 2 vurulsun 2 tərəfinin cəmi. Hər tərəfdən 2'dən olduğu üçün elə bil 2'ni ortaq vuruq çıxartmışam. 2 vurulsun 78, 156. 5-ci suala baxaq. Perimetri 28 metr olan kvadratın sahəsini tapın. Perimetri yenə 4 tərəfinin cəmidir. Kvadratın da hər tərəfi bərabərdir. Deməli 4 dənə A bərabərdir 28'ə. Buradan A'nı tapanda 28'i bölürük 4'ə. Alınır ki A bərabərdir 7. Bütün tərəfləri 7'dir. Sahəsini soruşursa 2 tərəfinin hasili, yəni 7 vuraq 7, 7'nin kvadratı 49. 6-cı suala baxaq. Yenə kvadratdır. Bu dəfə sahəsi 100'dür. Yenə kvadratın sahəsi A vuraq A. Yəni A'nın kvadratıdır. Onu da 100 verib. İndi 100 nəyin kvadratıdır? 10'un. Deməli kvadratın tərəfi 10'uymuş. Perimetrini soruşur. Perimetrdə bərabərdir. 4 vurulsun 1 tərəfi. Yəni bütün tərəflərin cəmi 4'dən olduğu üçün 4 vuraq yazırıq. O da 40. B variantı. 7-ci suala baxaq. Bizdən A, B, E bucağını soruşur. Yəni buranı. Ümumi baxın. Bura 90'dırsa. Burada 90 dərəcə olmalıdır. Yəni ümumi 180'də açıqca. 90'ı buradadır. Bu yerdə qalan da 90 olmalıdır. 90 olmalıdırsa 70'i buradadır. Onda bu aşağı 20 dərəcə qalır ki cəmi 90 olsun. Deməli E, B, A bucağı yaxud A, B, E bucağı 20 dərəcədir. 8'e baxaq. İki tərəfi 10 və 14 olan üç bucağın perimetrindən böyük tam qiyməti.
Yenə bayaq dediyim qayda 3 bucaq bərabərsizliyi. İki tərəfi bura 10'dur, bura 14. Üçüncü tərəfi x-dir bilmirəm. Cəmindən kiçikdir, cəmi 24, fərqindən də böyükdür. Yəni 4-dən böyükdür. Ən böyük qiymətini soruşursa, sözsüz ki, tərəfin ən böyük qiymətini götürməyim. X 24-dən kiçiksə, x-in ən böyük qiyməti olur 23. 3 tərəfini bilin, perimetr bərabərdir. 10, 3 gələk 14, 3 gələk 23. Toplayırıq 47. 9'a baxaq. Kvadratın sahəsi bir kvadratdır, bir dənə də düzbucaqlıdır. Tərəfləri 7 və 28 olan düzbucaqlının sahəsinə bərabərdir. 7'dir 28. Düzbucaqlının sahəsi olur S. S bərabərdir 28 vurulsun 7. Bu da eləyir 196. İndi deyir ki, kvadratın da sahəsi S'dir. Kvadratın tərəfi AA'dır. Yəni S bərabərdir A'nın kvadratına. O da 196'dır. İndi 196 nəyin kvadratıdır? Buradan alınır ki, A bərabərdir 14'ə. Bizdən kvadratın perimetrini soruşur. Yəni 4'dan 4 vurulsun 14, o da bərabərdir 56. Kvadratın tərəfi 14'dür. Perimetri də 56'dır. Uyğunluğa baxaq. Deməli, alfa 179 dərəcədir. 180'dən kiçikdir. Deməli, bu körbucaqdır. C variantı. Körbucaqdırsa, deməli, nə düzdür, nə də itidir. D variantı da uyğun gəlir. Sonra 90 dərəcə düzbucaqdır. Düzbucaqdırsa A variantı. Həm də nə kördür, nə də itidir. B variantı. Üçüncü isə 67 dərəcə iti bucaqdır. E variantı. Keçək C variantına. Birinci sualda deyir, bucaqlarından kör olanları göstərin. 130'dur, 150'dir. Cavab D variantı. İkinci suala baxaq. MNK açıq bucağıdır yenə. Daxilində NO şası elə çəkilmişdir ki, ONK bucağı, bu NO şası olsun, ONK bucağı, yəni bu bucaq MNK'nın 10'da 3 hissəsini təşkil edir. MNK 180 dərəcədir. Deyir ki, ONK da onun 10'da 3 hissəsini təşkil edir. Yəni 180'i vururam 10'da 3'ə. 18 qalın 18'i 3'ə vuranda 54 dərəcə. Deməli, bura 54 dərəcədir. Məndən isə bu yerdə qalan MNO bucağını soruşur. O da 180'dən 54 çıxırıq. 126 dərəcə. Üçüncü suala baxaq. Perimetri 144 santimetrdir. Eni də 18 olan düzbucaqlıdır. Eninə 18 yazım. Uzunluğu x'dir bilmirik. Perimetr bərabərdir. 2 vurulsun n üstə gələk uzunluq. Verilir 144. İndi x üstə gələk 18'i tapmaq üçün 144'ü 2'yə bölürəm. Tənliyi həll edirik. Yəni 2'yə böləndə 72. Buradan x'i tapanda çıxılır. 72 çıxaq 18. X bərabərdir 54'ə. Uzunluğu da 54'dür. Bizdən nə soruşur? 3'ə baxırdıq elə. Düzbucaqlının sahəsini soruşur. Aha, sahə bərabərdir. N vurulsun uzunluğu. Yəni 54 vur 18. Cavab 972. Bax. Dördüncü suala baxaq. Eni 77 millimetrdir. Uzunluğu isə bundan 4 santimetr böyük. Buraya yazıram 77 millimetr. 4 santimetri mən millimetrə çevirsəm 40 millimetr olur. 1 santimetr 10 millimetrdir. İndi deyir 77'dən 4 santimetr böyük. Yəni 77'nin üstünə 40 millimetr gələndə 117 bunun uzunluğu olur.
Milimetr deyirdi deyə 40 oldu. Yəni 4'ü çevirdik 4 santimetr milimetre. Düzbucaqlının perimetrini soruşur. Perimetr bərabərdir 2 vurulsun 2 tərəfinin cəmi. 2 vuraq 187 194'e. 2'ye de vuranda 388. 5'e baxaq. Perimetri 12 desimetr olan kvadrat. Kvadratın 4 tərəfinin cəmi 12-dirsə, deməli bir tərəfi 3 imiş. Yəni bütün tərəfləri bərabərdir. Hər tərəfi 3 olsa perimetri 12 olur. Sahəsini soruşur. S bərabərdir 3 vuraq 3. Cavab 9. Bu qədər sadə. 6'ya baxaq. Sahəsi 64 kvadrat santimetr olan kvadratın perimetrini tapın. Sahə. Eni vuraq uzunluğu, daha doğrusu kvadratda iki tərəfdə eni uzunluq yoxdur. Yəni A'nın kvadratıdır. Bu da 64'dür. Nəyin kvadratı 64 edir? 8'in. Deməli tərəf 8 imiş. Perimetrini soruşur. Perimetr bərabərdir 4 A'ya, yəni 4 vuraq 8, 32. C. 7'ye baxaq. Deməli 7-ci sualda CM kavcağını soruşur. Yəni bu ümumi bucaq. Bura 90 dərəcədir. Bura 30 dərəcədir. Ümumi 90 üstə gələk 30'u soruşur. Yəni bizdən bu da eləyir 120 dərəcə. Səkkizə baxaq. 8'də bizə ümumi verib ki ABC bucağı, yəni bu ümumi ABC. Bu ABC bucağı 150 dərəcədir misalın şərtindədir. İndi ABC'nin daxilindəki bucaqlarını yazın. X bucağı üstə gəlinsin 40 dərəcə, üstə gəlinsin Y. Hamısının cəmi 150'dir. Tənlikdən X üstə gələk Y cəmi nəyə bərabər? 150'dən 40 çıxırıq 110 dərəcə. Elə bizdən də bunu soruşur ki, X üstə gələk Y cəmi neçə dərəcədir? 9'a baxaq. Deyir ki, üçbucağın bir tərəfini bir üçbucaq çəkək. Bir tərəfi 32'dir. Digər tərəfi bundan 10 santimetr kiçik, onu da 22'dir. Kiçik deyəndə çıxırıq çünki. Üçüncü tərəfi isə ikincidən 2 dəfə böyük. Yəni 22'dən 2 dəfə böyük deyirsə, 22'ni 2'yə vururuq. O da eləyir 42. Daha doğrusu 44. İndi bunun perimetrini soruşur. Perimetr bərabər bütün tərəflərinin cəmi. Perimetr deyir 98 santimetr. Cavabı da elə bizdən santimetrlə soruşur. 10'ya baxaq. Tərəfləri verilmiş üçbucaqlar üçün uyğunluğu müəyyən edin. Deməli, üçbucağın bir tərəfi 12'dir, digəri 14'dür, digəri 17'dir. Perimetrdə bütün tərəflərinin cəmi deməkdir. İndi verilən rəqəmləri toplayıram. 12'ni, 14'ü, 17'ni. Cavab 37, 41, 43. Birə uyğun gəldi A variantı. Perimetri 43'dür. İkincidə verilən tərəflərin uzunluqlarını toplayırıq. 72. Cavab perimetr 72. 2'ye uyğun gəlir. D variantı. Üçüncünü toplayıram. Perimetr eləyir 122. O da Y variantı. Perimetr deyəndə bütün tərəflərini toplayırıq. Burada çətin bir şey yoxdur. D variantına keçək. Bucaqlardan iti olanı göstərin. Yəni 90'dan kiçik. O da A variantı. 28'den 71. Deyir ABC düz bucağının daxilində BD şurası elə çəkilmişdir ki, birinci düz bucaq çəkirəm, adlandırıram ABC. Adı təpə bucaq BD C'dir. Daxilində bir dənə BD şurası çəkilib. Deyir elə çəkilib ki, ABD bucağı, yəni bu bucaq ABC'nin, yəni 90 dərəcənin 6'da 5 hissəsidir.
İxtisari gedir 15 qalır. 15-də 5-ə vuranda 75. Deməli bura 75 dərəcədir. Məndən isə digər bucaq soruşur. B, D, S bucağını. Buranı. DBS desə daha düzgün olardı. Deməli cəm 90-dırsa bura nə qalır? 90-dan çıxıram 75-ini 15 dərəcə. Üçdə deyir ki, sahəsi 72 kvadrat santimetr, uzunluğu isə 9 santimetr olan düzbucaqlının perimetri. Düzbucaqlının sahəsini verib. Sahə eni vuraq uzunluğudur. Uzunluq 9-dursa, sahə bərabərdir 72. Nəyi 9-a vuranda 72? Deməli, endə 8 imiş. Perimetrini soruşur. P bərabər 2 vurulsun cəmi. C. 4'e baxaq. Yenə bir düzbucaqlıdır. Deyil uzunluğu 23 santimetrdir. Eni bundan 1 desimetr, yəni 10 santimetr kiçiksə çıxılır. 10 çıxanda bura qalır 13 santimetr. Eni oldu 13, uzunluğu 23. Bizdən perimetrini soruşur. Perimetr bərabər 2 vurulsun, iki tərəfinin cəmi. Yetmiş iki cavab. 5'e baxaq. Perimetri 24 olan kvadratın sahəsi. Kvadratın 4 tərəfi bir-birinə bərabərdir. Perimetrdə yəni 4 adı. Onda 24 verir. O zaman A neçədir? 6. Bir tərəfi 6 imiş. Məndən nə soruşur? Çox güman ki sahəsini. Aha 5'də sahəsini soruşur. S bərabərdir. 6'nı vururuq 6'ya. Və yaxud 6'nın kvadratda yaza bilərsiniz. 36. B. 6'ya baxaq. Sahəsi 25 kvadrat desimetr olan kvadratın perimetrini soruşur. Sahəsi yəni S bərabərdir. Bir tərəfin kvadratıdır, A'nın kvadratı. Onda 25 verir. 25 nəyin kvadratıdır? Buradan A'nı tapırıq ki 5. Tərəf 5'dir. Perimetr 4 adı, yəni 4 vurulsun 5. Cevap 20. 7. suala baxaq. Deməli bizə ortadakı bucaq işarəsini verib, yəni 90 dərəcə deməkdir. Digər bucaq 60 dərəcədir. M bucağını soruşur. Yəni bu kör bucağı soruşur. Bu kör bucağın daxilində də bir 90 dərəcə var, bir də 60 dərəcə var. Deməli onların cəminə bərabərdir da. Yəni 150 dərəcə. Məsələn, 8'e baxaq. 8'də bizə deyir ki, ümumi ABC bucağı, yəni bu bütöv bucaq 160 dərəcəyə bərabərdir. İndi bu 160'ın içində nələr var, onların cəmini yazaq. 50 dərəcə, üstə gəlinsin alfa, bu bucağın oxunuşu alfadır, bunun oxunuşu betadır. Alfa üzərinə gəlsin 30 dərəcə, üzərinə gəlsin beta bucağı bərabərdir 160 dərəcə. Bizdən çox demək ki, alfa ilə betanın cəmini soruşur. Çünki mən bunları ayrı-ayrılıqda tapa bilmərəm. Tapsam belə yerini istənilən ədədi yaza bilərəm. Buradan alfa üstə gəlisi beta bərabərdir. 160 dərəcə çıx 50 dərəcə, çıx 30 dərəcə. Burada da cavab alınır 80 dərəcə. Beləcə də qalır. 9'a baxaq. Üçbucağın iki tərəfi, yenə bir üçbucaq çəkək. Üçbucağın ikinci tərəfi birincidən 2 dəfə böyükdür. Birinə x yazım. Deyir ikinci tərəfi birincidən 2 dəfə böyüksə 2x yaza bilərəm. Deyir bu ikinci tərəfdir. Baxın bu birinci tərəfdir. Bu da ikinci tərəfdir. Qarışdırmayaq. Sonra deyir, üçüncü tərəfindən üçbucağın ikinci tərəfi, söhbət bu ortadakı ikinci tərəfdən gedir. İkinci tərəfi birincidən 2 dəfə böyük və üçüncü tərəfdən, yəni buradan
20 santimetr kiçikdir. Bu 2x nədənsə 20 santimetr kiçikdirsə, onda mən bura 2x üstə gələk 20 yazmalıyam ki, 20 santimetr kiçik olanda çıxılanda 2x qalsın. İndi üçbucağın perimetrini verib 150. Perimetr bütün tərəflərin cəmidir. Mən 7 dərəcə yazdım. Aha. Bütün tərəflərin cəmini yazıram. Bərabər 150-yə. Buradan tənliyi həll eləyək. 4x 5 dənə x üstə gəlsin 20. 150-dir. 5x bərabər 130-a. Bir dəqiqə. Düz istirəm. Bucaqda qaldı deyə bura dərəcələr yazdım. X'i tapanda 130'u bölürük 5'e. O da 26. Mənə isə üçbucağın böyük tərəfini soruşur. Tərəflərə baxın. Biri x-dir, biri 2x-dir, biri 2x üstə gəlir 20. Deməli, əlbəttə ki, ən böyük tərəf bu olar da, üçüncü tərəf. X-in yerinə gətirib 26'nı qoyuram. X-i 26 tapmışam. 2 vuraq 26 üstə gəlir 20. 2'ni 26'ya vuranda 52 üstə gəlir 20, 72. Ən böyük tərəf 72'dir. 10. suala baxaq. Tərəflər vermiş bucaqlar üçün uyğunluq. Yenə tərəflərini verib perimetri soruşur. Yenə verilən ədədləri toplayıram 3 tərəfini. Birincidə toplayırıq, perimetri alınır 37, 1'ə uyğun gəlir A. İkincini toplayırıq 86, C uyğun gəlir. Üçüncünü toplayanda 69, 78. Üçüncüyə də uyğun gəlir D variantı. Vəssalam, bu qədər. Sağ olun şagirdlər.